Salam, xoş gördük dostlar. Deməli, diktator İlham Əliyevin və onun başındakı quldur məmurların Azərbaycanda yaratdığı vəziyyəti, basqıları və Azərbaycan xalqının maddi vəziyyətini təhlil eləyərkən əvvəl belə düşünürdüm ki, İlham Əliyevin başındakı bir dəstə məmurdan başqa Azərbaycan xalqının demək olar ki, əksəriyyəti yaxşı bir vəziyyətdə, yaxşı durumda deyillər. Amma sonradan daha dərindən təhlil eləyərkən ağlıma belə bir fikir gəldi. Tülkünü əgər toyuq fermasına müdir təyin etsələr, maaşın fərqi yoxdur. Yəni diktator İlham Əliyev Azərbaycanda elə bir vəziyyət yaradıb ki, Azərbaycanda hər hansı bir şəxsi hər hansı bir vəzifəyə təyin eləyərkən o şəxs heç vaxt maaş düşünmür. Niyə? Çünki orada elə bir şərait yaradılıb ki, o orada, o vəzifədə rahat şəkildə xalqı çapıb talayacaq, rahat şəkildə xalqı soya biləcək. Bu da diktator İlham Əliyevin öz başına yığdığı quldur məmurlarla bir yerdə Azərbaycanda yaratdığı vəziyyətdir.